Bina gözəl binadır, ən bahalı binadır. Su basan ancaq öz günahlarıdır sakinlər. İdeallı evler, ideallı. Sizə xoşunuza gəldi? Bəli, mənim çox xoşuma gəldi. Bir dənəsinin qapısı, lammışkası qırılar kimi qası nümayəndəçi lammışkam qırılıb, mən lammışka ver. Bilən olmaz axı. Sağ ol kadar. Sağ ol, öpürəm sizi. Çok sağ ol. Sağ ol. Başka Sağ ol, sağ ol, sağ ol. Bura Füzulidir, Füzuli şəhərinin mərkəzindəyəm və buradan zəfər qoxusu gəlir əziz dostlar. Niyə? Bu binalar, bu qəsəbə, inanın Bakıda mən onu görməmişdim də həqiqətən. Girdik içəri belə qəribə hisslər keçirdim. Amma təəssüflər olsun ki, bəzi sosial şəbəkələrdə materiallar qarşımıza çıxır. Məsələn, mən də gördüm ki, elə bu qəsəbədə binaların birində su damır, bəs şikayət eləyir ki, yaxşı təmir eləməyiblər, bəs su damır, evdə aşağıda qonşu şikayət edir ki, evini su basır falan. Və mən araşdırdım, məlum oldu ki, üst qonşunun istilik sistemində boruda partlama baş verir və o axır tökülür, aşağıda yaşayan qonşunun evini su basır. Və bunu artıq çəkib göstərmək ki, bəs dövlət baxmayıb, düzgün tikməyib, düzgün təmir eləməyib və yaxud da ki, üstünü yaxşı düzəltməyib, ona görə bizim evi yağışdan su damır. O baş vermə hadisəsinin səbəbi sakinin qapısını bağlayıb çıxıb gedir və evində elə bir hadisə baş verəndə dərhal müdaxilə eləyə bilmir. Dərhal müdaxilə eləyə bilməyəndə isə artıq orada su daşıb və qonşunun evinə də zərər dəyib, deyəsən indi onunla bağlı araşdırmada aparırlar. Qeyd etmək istədiyim məsələ nədən ibarətdir? Biz burada bayaq qeyd elədim, zəfərin iyini, abu-havasını duyuruq. Niyə duyuruq? Burada bir yüksəliş, bir inkişaf, bir böyük bir ruh hiss edirsiniz. Çox gözəl hava var. Çox gözəl insanlarda belə ruh yüksəkliyi var. Mən görüşəcəm indi sakinlərlə, onu da necə var eldə təqdim eləyəcəm sizə ki, yəni çox sevinirəm. Ağsaqqallar gəzir, uşaqlar əylənir. Dövlət burada inandırım sizi ki, ən yaxşı nə varsa onu tətbiq edibdir. Çox gözəl binalar tikilib, müasir standartlara uyğun. Bakının mərkəzində bu cür binaların kifayət qədər bahalı kvadrat qiymətləri vardı. Amma dövlətimiz insanlarımızı öz itirdiyi torpaqlarına geri qaytarır. Bax, bu cür gözəl şəraitdə onlara təqdim edib verirsə, buna sevinmək lazımdır. Və bizi istəməyən, zəfərimizi gözü götürməyən, sülh müqaviləsinin imzalanması ərəfəsində bir çox problemləri, təxribatları törətməyə cəhd edənlər sizcə yoxdur var. Amma bütün bunların fonunda bizim uğurumuz, bizim qələbəmiz, dövlət başçımızın diplomatik, iqtisadi, siyasi, hərbi gücü, Azərbaycan ordusunun gücü, xalqının birliyi, şəhidlərimizin ruhu naminə, qazilərimizin o sağlamlığını itirib canlarını fəda etməsi naminə biz hər zaman dövlətimizin yanında olmaq və həm də axı dövlət eləyir və artıqlaması ilə hər şey göz önündədir. Bunu görmək üçün sadəcə deyilən yerə gəlmək və onun içində olmaq lazımdır. Və sizlə sakinlərin ünsiyyətini sadəcə təmin eləyəcəm. Parkdadırlar, gəzirlər, həyətdə əyləşiblər. Mən hamısına qısa yaxınlaşıb fikirlərini alacağım və onlarla sizi tanış eləyəcəm. Çox gözəldir Füzuli və sevinirəm ki, Füzuliyə gəldim və Füzuli cəmaatı ilə də elə ünsiyyətdə oldum. Əladır bura. Oturacağım sizin yanınızda, icazə verirsinizsə. Olar? Adınız necədir? Adım Rasimdir, əslim Cuvarlı kəndindəndir. O vaxtı Füzulidə uçota durmuşdum, ev burada almışdım, tikmişdim daha doğru sözün. Burada tikmişdiniz kənddə? Yox, burada tikmişdim, buradan da qovuldular, qaçdıq, çıxdıq, getdik Bakıya buramaya. Oradan da evi tikdilər, çağırdılar, gəldik buramaya. Orada harada yaşayırdınız? Orada yaşayırdım, Binəqədi rayonunda. Sonra gəldim, Yataqxanada məskunlaşmışdınız da, yoxsa? Bəli, yataqxanada məskunlaşmışdıq. Sonra nə bilim, bir gecə qondu Titi Sultəbədə, sonra oranı da verdik, çıxdı, getdik, gəldik. Nə qədər müddət artıq buradasınız da? Yəni hazır olandan bəri də? Hə, 2 ilə yaxındır. 2 ilə yaxındır 2 ilə yaxındır burada. Mən açığı olmamışdım burada, gəldim. Əslində çox yaxşı binalar. Razılaşırsınız mənimlə? Binaya söz yoxdur. Bina gözəl binadır, ən bahalı binadır. Yəni elə o daşı üstə qoyun binalardan deyil. Əslində mən sizə deyim ki, paytaxtda, indi biz Bakıda görürük də, müəyyən yerlərdə falan. Valla belə mən bina görməmişdim. Binaya söz yoxdur. Nələrdə məsələn baxıram, bir çox obyektlər var. Parkımız çox yaxşıdır. Yaxşı, çox baxıram gözəl. orada xidmət gedir. Bəli, gecədəki işıqlar hamısı yanır. Yeraltı qarajları var. Var. Biz gəlmişdik. Gördüm ki, material yayılıb, hamı verib ki, şikayət edir ki, müəllim ki, bəs evimi su basıb falan eləyib, amma düz danışaq da. Yox, o su ikinci mərtəbə, kimsə gedib Bakıya, istilik veriləndə davleni açıb, vurub, krantı qırıb, tökülüb, öz otağında batırıb, oradan da töküb aşağı, orada cəmaatın günahı. Amma deyirlər, yağış yağanda olub. Bu su basan ancaq öz günahlarıdır sakinlərin.
Çıxıb qapını bağlı çıxıb Bakıya. Dövlət tikdi, verdi, zaten eləyə də gedir. Hə, gedir, İndi birinin bax evində yaşayırdı il yarım, 3, 2, 5. Elədir, elədir. Birində bir pəncərə qırılır, qapı sınır, O, evet, vala uçur. Deyir ki, dövlət düzəltsin. Yox, ona sakinlər özləri Düz düzəldir. danışmaq lazım. Məsələn, mən Bakıya gedəndə, deyil, hələ Bakıda ətrafım mənə deyirdi ki, Füzuli rayonunda sən getməyəsən. İndi il yarımdan biraz artıqdır. Burada yaşayıram. Bakıya gedəndə Allaha and olsun deyə bir tikan üstə otururam ki, ha vaxt burada işim tez qutaracaq, qayıdım gedim. torpağı. İndi oradan zəng edirlər ki, halal olsun səndən belə gözləməzdim. Gəlmək istədim, nə vaxt istədim. Amma maşallah çoxdur. Hamı məskunlaşıb, Amma köçürülüb. məskunlaşıb, cənab prezident kimi prezident dünyada yoxdur. Ömür boyda mən ölüncə mənim prezidentimdir. Bina necədir? Bu neçə ildir burdasınız? 2 ildir. Mən Bakıda məsələn bu şəraitdə demək olar şəhərcik yoxdur, görməmişəm. O istilik adı yaxşı Çox. qardaş. Bu evlərin hamısı istilik əla. İşıqlanma Bəli. Avropa stilində o boyda pəncərələr. İslammışqa bu binalara lammışqa yandırmaqla gecə lazımdır. İşıqlı parkı işıqlar. Çox gözəldir. Neçə ildir Nə? burdasınız dediniz? 2 il. 2 il ərzində. Da, Bax indi bir nəsə bir xarab olur da bu evin içində hamı da Hə. olur da. Bu düzdür bu. Bunu məncə sakin özü düzəltməli deyil. Yəni burada Özünü düzəldir. özünüz düzəltməlisiniz də. Yəni demirəm nə mənada. Yəni bunun axı Yox, bir yox. qapısı, pəncərəsi də xarab olur. İşlənir də bu. Yəni İşlənir, o dəqiqə xarab olur. hakimi kimsə çəkir, paylaşır ki, gəlin baxın dövlət bunu eləmir. Amma elə deyil axı. Gəl biz haqlı danışaq da, ədalətli olaq biraz. Razısınız məndən? Bəli, bəli. Patrondan xarab olur, işıqlarımız da xarab olur, hamısı dəyişir özümüz. Ağadır, Heç şey başına eləmədim. dönüm. MHP-dən sonra nə bu cür kimi evlərdən. Onu İdeallı evlər, ideallı. Mən bundan rahatsızlıq tapıram. Öz torpağınızda. Öz Timbol ətrafımdakı tanıdım. Belirlidən bu yaşayıb böyümüşük. Təsvür ki, Abdullah işləyən harada yüzürsün. O rahatsızlıq bu. Torpaqda. Torpaqda həmişə rahat ol. Neçə ildir burdasınız artıq? Dekabrın 18-i 2 ilimiz tamam olur, 3-ə keçəcəyik. Yəni çox şükür torpağınızdasınız, Allaha vətəndəsiniz. şükür. Biz danışırdıq. Elə ağsaqqal dedi ki, elə vətəndəyəm mənə bəs eləyir. Əlbəttə, Siz indi yaşamısınız Bakıda, çünki o məskunlaşanda Bakıda bəli, məskunlaşmışdınız da. bəli, yaşamışıq. Düzdür. Mən valla gəldim, ilk dəfədir də buradayam. Qəsəbə çox xoşuma gəldi. Qəşəng. Binalar möhtəşəmdir, havanız da gözəldir. Qəşəng havadır, Hava da əladır. Əladır. Necədir binalar? qəşəng əla. Yaxşı, İsti çox suyu, yaxşı. soyuq suyu, Var, bunun pasiyanı var, işığı var, evin şəraiti necədir? Bəli, Mən yaxşıdır. baxıram aşağı iri pəncərəli, girişli, çıxışlı. Çox yaxşıdır. Narazılığınız yoxdur. Yox, gəzdiniz, gördünüz də özünüzə. Sizin xoşunuza gəldi? Bəli, mənim çox xoşuma gəldi. Yaxşı, Sizi bəli. narahat eləyən nəsə varmı Heç məsələn? nə yoxdur, Allaha şükür. Min şükür ki, gəlib bura çıxmışıq, öz vətənimizə, öz yerimizə, rayonumuza. Qəşəng əla. Çox sağ olun. Sağ ol. Daha gözəl günlər yaşayasınız öz Çox sağ olun. torpağınızda. Hərəkətlərimiz bundan da gözəldir. Hə, nə gözəl. Bəli. Mənim çox xoşuma gəldi. Təşəkkür. Havanız da möhtəşəmdir, Təşəkkür qəsəbəniz də ederiz. əladır. Çox gözəldir. Uğurlar Çox sağ arzulayıram olun, sizə. Allah Həmişə köməyiniz sağlam olsun. olun. Çox sağ olun. Sağ olun. Həmişə üzünüz gülsün. Sağ olun, çox sağ Sağ olun. olun, sağ olun. Neçə ildir burdasınız? Yanvarın 18-i 2 il olacaq. Necədir evlərin vəziyyəti? Super. Superdir. Şəraitimiz superdir. Hər şey Harda yaşayırdınız şəhərdə o zaman? Binə qəsəbəsində, Yataqxanada. yataqxanada. Çətin idi də. Çox çətin. Yəni növbəyə üzr istəyirəm. Əgər ki, olan növbədə saatlarda növbədə dururdu. Bir otaqda 10 nəfər yaşayırdı. Bir otaq daha and olsalar. İndi bola-bol otağımız, 3 otaq, hər şey superdir. İstilik, su, İstilik pastanı, inan ki pəncərəni açıb yatırıq istidən. parkınız. Qazımız var, hər bir şeyimiz var, hər şey. Hər Amma şey belə baxsam gözəl. xidmət də var. Məsələn, gördüm baxırlar, xidmət edir, Bəli, zibili bəli. daşıyırlar. Zibilinə daşıyırlar, süpürürlər, bağına hər şey eləyirlər, çiçək kimidir, görürsünüz özünüz. Həmişə elinizdə obanızda. Çox sağ Həmişə olun, xoş çox sağ günlər olun. Allah görəsiniz. şəhidlərimizə Amin, rəhmət eləsin, amin. cənab prezidentimiz canı sağ eləsin. Amin. Şükür ki, biz 90-cı ildə qonşu olmuşuq Filatovkada. Hələ o vaxtı yaşayanda hamam nə idi, biz vannada çimirdik. Yox, bizdə var. Yox, indi bizdə olmayıb. Dur, mən yanına danışa bilmərəm. İndi şükür Allah ilə Bax, indi əladır. məsələn olur da, bu 2 il ərzində bir qapı da sına bilər, pəncərə də qırıla bilər. Amma mən baxıram bəzən olur kimsə götürür, çəkir, paylaşır ki, dövlət bunu düzəlt. Yox, dövlət nəyə görə? Bax indi Bakıda bizim məsələn evimiz olub da, məsələn Bakıda evlər. O vaxtı sınanda kim düzəldirdi? Özünüz. Hə, indi durur bir dənəsinin qapısı lambışqası qırılar kimi qaçın nümayəndəki lambışqam qırılıb mən lambışqavı. Belə nə olmaz axı? Çox Bundan möhtəşəm. gözəl nə olmalıdır? Hava da Vallahi gözəldir, havası şərait də əladır. gözəl, şəraitini ilə superdir. İsti suyumuz paslayını, soyuq su paslayını, qaz paslayını, işıq hələ sönməyək. Belə şeylər olmuyor.
Uğurlar arzu edirəm. Sağ olun, çox Sağ sağ olun. olun. Sağ olun. Nə qədər ağır günlər keçirmişəm. Elə olub 11 sutkalarla döyüşün gedən vaxtında 94-də 11 sutka ilə yatmamışam. Qanımızı yetən Allah rəhmət eləsin ölənlərə. Amin. Bir də həkimlər bax belə qolunu atırdı ki, bizim qanımızı al tək o uşaq ölməsin. Sadət idi adı laborantımızın. O gəlirdi pastayanla hamımızdan qanı alırdı. Verirdi, deyirdi uşaqlar, tək uşaqlar sağalsın, qalsın ayağa. O cür belə ağır günlər keçirmişəm. Hər şeyin başı sağlıqdır. Allah cavanlara dəyməsin. Mənim 74 yaşım var. Bizim ömrümüzü cavanlara bağışlasın. Allah sizə ömür versin. Allah Estağfurullah. cavanları kürəyində dursun. Bir də belə ağır günləri keçirtməsin Amin, uşaqlar. amin, amin. Allah amin. ömrünüz Çox sizin sağ də olun. uzun eləsin nənə. Sağ olun, Çox sağ olun, sağ olun, sağ olun, qabağın sağ olun. gülüm. Minnətdarım. Çox sağ Estağfurullah. ol. Allah canınızı sağ eləsin. Çox sağ ol. Kölgənizi qalın eləsin. Gəlib get. Gələcəm Elə- yenə bura. Xoşuma Hə. gəldi bura. Hə, sağ ol qadın. Sağ ol, öpürəm sizi. Çox sağ ol. Sağ ol. Başına Sağ ol, dönərəm. sağ ol, Hə, sağ ol. sağ ol.